Salam əzizlərim, bu günləri inşallah podruqamla Ramazan festivalına gedəcəyik. Ona görə səhər tezdən durdum, bütün evin işlərini gördüm. Sonra yeməyi də bişirdim, can rahatlıqla qoydum evdə, eləsinə getdim. Bir şey deyim, məndə qabıyan maşın var, özü çox da böyüdür. Yəni ölçüsünü böyük almışıq. Amma nə qədər olur olsun, həmişə qıraqda qab qalır və mən də qıraqda qab qalanda onlaynikin altında görəndə ürəyim sıxılır. Gərək onların hamısını yuyum, təmizleyim, yerinə qoyum. Karoçedə kuxunan stolunun üstü boş olmalıdır. Yəni orada bir şey olanda ürəyim prosta ki partlayır. Qabları yuyandan sonra qərarı aldım ki, hazır uşaqlar da, yoldaşım da bu salatı çox sevir. Salatın adını bilmirəm, mən bu salatı burada öyrənmişəm. Qaynanamdan öyrənmişəm, bilsən deyim. Bu kənarda duran ağ turpa oxşar böyük bir şeydir. Onunla markovdu. Onu bir gecə sirkəli suda saxlayırsan, sonra onu qəşəng yuyursan, sirkəsini zadı. Sonra kartoşkanı, yumurtanı qaynadırsan, rəndədən keçirdirsən, qatırsan bir bölünə, duz, istiot zövqə görə. Sonra da mayonezlə simitanı mən qarışdırıram, atıram içinə. Belə çox dadlı bir şey alınır. Hətta elə olur ki, biz onu yemək əvəzinə tükədirik. Yəni salat kimi yox. O qədər doyumludur ki bu. Yəni bunu çox rahatlıqla yemək kimi də istifadə edə bilərsiniz. Hətta bu evdə olanda, bunu düzəldəndə yoldaşımla çox da yemək bişirmirik. Onsuz uşaqların qabağından qalanı yeyilir. Yəni yoldaşım onu yeyir, ona görə belə mən özümdə çox da yemək həvəsli biri deyiləm. Viyana'da Ramazan market var. Oraya gedirik. Bu günləri Ramazan festivalı var. Viyana'da, 22-ci Viyana'da. Oraya gedirik. Oradan da sizə videolar çəkəcəm. Mənə elə gəlir maraqlı olacaq. Mən özüm birinci dəfədir Ramazan festivalına gəlirəm. Belə İndi metrona gedəcəyik. Bu yolumuz biraz uzaq. Gəldi. Bir qatarı ötürdük, yəni bu ikincisidir. Ona yaxşı ki yetişdik, gəldi. Mindik ona, getdik. Bilmirəm, yorğunluğumu deyim, nə deyim. Səhv astanovkada düşdük. Və gəldik, amma sonunda yetişdik, yəni festivala yetişdik. Oraya mənim podruqam gəlmişdi, orada yer tutmuşdu bizim üçün. Uşaqlar sırazı gördü. Bu uşaq meydançasını zadı sırazı onu istədilər. Mən də dedim, aparaq onları birinci orada oynadaq. Buna burada 5 ev qoyduk sən 10 dəqiqəsinə. Podruqam deyib keçən il pulsuz imiş. Bildiyimiz hər şeydən pul çıxardılar. Bu da yəqin qiyməti soruşmamışam. 5 dəqiqə, 10 dəqiqəsi yəqin bunda 5 eurodur. Burada da popcorn uşaqlar üçün. Belə. Sonra əyləncə başladı. Uşaqların da dəqiqələr. Bu səmazənlər adlanırdı. Onların rəqsini nəsə çox sevirəm də. Yəni onların filosofiyasını, rəqsinin fəlsəfəsini, rəqsin özünü dəhşət çox sevirəm. Yəni mənə elə gəlir ki, onlar sabaha qədər fırlansa, mən sabaha qədər də onlara baxaram. Yəni o qədər sevirəm. Sonra türk rəqsləri, türk xalq rəqsləri, folklor rəqsləri oynadılar. Onlar da professional idi, çox xoşuma gəldi.
Bu da mənim düşünürəm görən nəyi çəkim, burada daha da çəkməyim nələr var. Onları düşünürəm. Bravo çocuklar. Beləliklə izləyicilərim, bu videonun da sonuna gəldik. Əgər bəyəndinizsə, zəhmət isə bəyənmək tuşuna basın və sizi öpürəm. İnşallah təzə videolarım gələcək.